Bugün sizin için vlog çəkmək istədim. Gəlmişik Ağşəhərə. Bura saçlarımı kəstirəndən sonra gəlmişəm. Bu vlogun uzun versiyasını kanalımda görə bilərsiniz. Burada çoxlu maraqlı məhsullar var. TikTokda dəbdə olan şirniyyatlar var. Mən burada Dubaşka adlı Magnum dondurmanı axtarırdım, amma onu tapa bilmədim. Məncə hələ ki Bakıda satılmır və bilmirəm olacaq Bakıda yoxsa yox. Nəysə, burada başqa bir şey aldım video üçün və çox dadlıdır. Nori çipsim. Gəlmişik öz südə. Burada Ferrero Rocher adlı şirniyyatı yedim. Onun qiyməti 11 manat idi. Çayın qiyməti isə səhv eləmirəmsə 15 manat. Jasminli çay idi. Ümumi hesab hardasa 25-26 manat idi. Biraz vaxt keçdi, artıq yadımda deyil. Təəssüf ki, amma təxmini deyə bilərəm. Desert dadlı idi, pis deyildi, amma Ferrero Rocher-a o qədər də oxşamır. Gün çox gözəl keçdi. Ağşəhər Bakıda ən sevdiyim yerlərdən biridir.